Hər kəs salamlayıram. Dostlar, mövzu nədir ki, toyuğun filesi də ziyandır, o da ziyandır, bu da ziyandır. Başa düşdüm. İndi əksəriyyəti deyir, onsuz da ziyandır, əşi, yeyim getsin. Yox əziz dostum, yox. Yəni sən o ziyanın yarısından qayıtmaq da özü böyük şeydir. Əksəriyyəti deyir, eşi boş şeydir, yeginə, onsuz da ölüb gedirik. Xeyr, o sən o zona komfortda sən özü rahat hiss eləyəndə ya o xəstəlik gəlib qapını döyür ha. Onda problem onda olur. Qətiyyən elə fikirləşməyin. Yəni o qədər qidalar var, təbii bitkilər var. Get lobya yeginən, get qreçka yeginən, başqa bir fərqli yemək yeginən. Vacib deyil sən o bunları yeyəsən. Yəni özün üçün kələm salatı eləyə bilərsən, fərqli yemək eləyə bilərsən. Budur, dostlar. Siz onunla təsəlli tapmayın. Hamısı ziyanlıdır. Xeyr. Yəni mən yenə deyirəm ki, sən özünü az da olsa qoru. Sən bax gör insanlar nə yeyir və sonu necə olur, bəs bu insanda köklü problem var və s. sən bəs analiz elə də səndə indi şuur var, düşüncə var, amma sən eləmirsən. Yəni sən nə isə bir bəhanə axtarırsan ki, ancaq yeyim. Elə bir şey yoxdur. Ən əsas birinci nədir insan üçün? Birinci yuxudur, sonra qidadır. Bir şey ki, qidanı sən yeyirsənsə, yəni 10 dəqiqədən sonra onu hiss eləyirsən nə yediyini. Yəni qanıva işləyir. Vəssalam. Yəni ona görə deyirəm ki, birinci növbədə çalışın, yəni yuxunuza fikir verin. Ondan sonra qidanıza. Sən yatmasan, 3 saat yatsan, işə gələndə necə işləyirsən? Əsəbi, yəni heç kəslə danışmırsan, gözləyirsən saat 6 olsun, tez gedim evə yatım. Bəs belədir. Yemək də həmçinin. Yeyirsən bəhbəhlə, səhərsi gün problem baş verir. Demirəm, arada pəhrizi poz, poz. Amma ki, arxasıca düşmə. Yediyin elə orada da qalsın. Bir də qismət olsa bir həftədən sonra yəni pəhrizi pozaram. Təbii ki, pəhrizi pozmursan, sən sağlam qidalanırsan. Bəzən deyir pəhrizdəyim. Xeyr, bu sağlam qidadır. Həmişə də belə olmalısan. Yəni çəkiniz çox olmasın. Bir daha söyləyirəm, Allah bizə 3 rəqəmli yaş qismət eləsin, çəki qismət eləməsin. Hər kəsə uğurlar.